إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد فأوصيكم بتقوى الله وهي وصية الله للأولين والآخرين وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَاِيَّاكُمْ اَنْ اِتَّقُوا اللّٰهِ. Əziz, dəyərli qardaşlar, ilk öncə Allahdan qorxmağı tövsiyə edirəm. Bu, Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir nəsihətidir. Buyurur ki, öz kəlamında, biz sizdən əvvəlki əhl-i kitabı tövsiyə etdiyimiz kimi, sizə də Allahdan qorxmağı tövsiyə edirik. Davam edirik dinimizi öyrənməyə, səhih, fiqh-i sünnə kitabından, hansı ki, dəlilləri ilə, məzhəb alimlərinin rəyləri ilə cəm edib bu risaləni və hələ də təharət fəslindəyik və keçən dəfə toxunduğumuz mövzu xatırlayırsınızsa, bəzi məsələlər idi ki, hansı ki, onda dəstəmazın şərt olub olmamasına toxunduq. Onlardan biri də Kəbəni tavaf etmək idi. Və bugün yenə o məsələlərdən birinə toxunuruq. O da, necə müəllif deyir, وَأَمَّا مَسُّ الْمُصْحَفِ Mushafə, yəni Qurana toxunmaq. Qurana toxunmaq və ya əl vurmaq, Quranı götürmək əllə dəstəmazı gərəkdirir, yoxsa yox? Ümumən, pak, təmiz olmağı gərəkdirir, yoxsa yox, istəyirsən belədir. Və deyir ki, İmam Məlik, eləcə də İmam Şəfi, həmçinin İmam Əhməd və cümhur alimlər, rahiməhullah, bu rəydədirlər ki, dəstəmazı olmayan və ya qüslü olmayan, yəni ümumən pak olmayan mushafə, yəni Qurana toxuna bilməz. Qurana toxuna bilməz. Və etibar etdikləri dəlil olaraq gətirdikləri əsas dəlillərə baxsaq, görərik ki, o ayələrdir ki, hansı ki, paklıqdan danışır ona toxunanların. Hansı ki, Vaqiyə surəsinin 79-cu ayəsi, Rəbbimiz deyir ki, Lə yəməssuhu illəl mutahharun. Ona yalnız paklar toxunar. Və həmçinin Amr ibn Həzmin hədisidir, hansı ki, ən güclü dəlillərindən biri də odur. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Yəmən əhlinə məktub yazdı. Və o məktubda deyilirdi ki, Lə yəməssul Qur'anə illə tahir. Qurana ancaq pak olan toxunar. Lakin hədisin səhiyliyində, zəifliyində ixtilaf var. Baxmayaraq, Şeyx Albani səhiləşdirib hədisi İrval Qalildə. Əksər alimlər ixtilaf ediblər mətnində və sənədində. Necə ki, müəllif o rəydədir ki, hədis zəifdir. Ona görə onu dəlil kimi gətirmələri düzgün hesab etmir. Və deyir ki, ona görə də o alimlər ki, bu rəyin əksini deyiblər, yəni icazə veriblər, dəstəmazsız Qurana toxunmağa, deyiblər ki, ən birincisi, ayə dəlil kimi gətirilə bilməz. Çünki ayədə Lə yəməssuhu ona toxunmazlar, yəni orada əvəzlik nəyə qayıdır, ona baxılmalıdır. Və kim deyib ki, Qurana bax, qayıdır, onlar dəlil kimi gətiriblər bu ayəni, sözsüz. Lə yəməssuhu illəl mutahharun. O kəslər ki, deyiblər ki, Qurana qayıdır, onların dəlilidir. Amma o kəslər ki, deyiblər ki, Qurana qayıtmır və zahir olan ayədən də budur ki, Qurana qayıtmır. Necə ki, əksər təfsir alimləri bunu deyir. Deyirlər ki, qayıdır nəyə? Səmada olan, qorunan kitaba, yəni lövhul məhfuza. Lövhul məhfuza qayıdır. Ona yəni təmizlər, təmiz olmayanlar toxunmaz. Bir sözlə demək istəyirlər ki, ayədə təmiz olmayanlar toxunmaz dedikdə, o təmizlər kimlərdir? Mələklər. Kimlərdir? Mələklər. Çünki ayənin əvvəli, yəni bu ayədən əvvəl gələn ayələr və bu ayələrdən sonra gələn ayələr
buna dəlalət edir. İnnehu lequr'anun kerim. Deyir ki, Rəbbimiz həqiqətən o hörmətli Qurandır. Fi kitabin məknun. Qorunan bir kitabda. Qorunan kitab hansıdır? Təfsir alimləri deyirlər ki, məknun, yəni levh-ül məhfuzda olan, qorunan kitab odur. La yəməssuhu illəl mutahharun. Ona ancaq paklar toxunar, yəni mələklər. Ona görə də Əbəsə surəsinin ayələri də buna dəlalət edir. Əbəsə surəsinin ayəsində Allah Teala deyir ki, fi suhufim mukarramə. Hörmətli səhifələrdə. Yəni bu ayələr, bu Quran hörmətli səhifələrdədir. Marfuatun mutahhara. Yüksək, pak bir yerdə. Yüksək, pak bir yerdə. Bi-eydi səfara. Elçilərin əlində. Elçilər də kimdir? Mələklərdir. Kiramin bərara. Hörmətli, itayətkar elçilər. Yəni, mələklər. Və hədis haqda da deyiblər ki, zəifdir. Lakin hədisi dedi ki, Şeyx Albani səhiləşdirib. Lakin hədisin səhi olması ilə, desək ki, hədis səhihdir və ayə də buna dəlalət edir bəzi alimlərin dediyi kimi. Lakin pak sözünün özünə baxsaq, ayədə keçən paklar toxunar. Pak sözü əslində müştərək ləfzdir. Müştərək ləfzdir. Yəni, bir neçə mənanı özündə cəm edən ləfzdir. Möminə də pak deyilir. Möminə də pak deyilir. Həmçinin dəstəmazlı möminə də deyilir, dəstəmazsıza da pak deyilir. Mömin dəstəmazı pozulsa da, olsa da ona pak deyilir. Fərq eləmir. Bu paklıq istər qüslu olsun, olmasın. Dəstəmazı olub, olmasın. Mömində bu paklıq var. Çünki mömin nəcis olmur. Və bədənində nəcis olmayana da pak deyilir. Bədənində nəcis olmayana da pak. Ona görə üsul məsələlərindən bir məsələdir bu. Qayıtsaq görərik ki, kim ki bu müştərək ləfzi bütün mənalara şamil edib, onlar deyiblər ki, yəni burada qəsd odur ki, dəstəmazsız toxunmaq olmaz. Amma kim ki deyib ki, yox, hər mənaya dəlalət eləmir və ya dəlalət eləsə də sizin dediyiniz mənanı vermir. Onlar deyiblər ki, çünki müsəlman və ya mömin nəcis olmur. Nə məcazi mənada, nə həqiqi mənada. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmdən açıq aydın hədis var. Deyib ki, əl-mümin lə yəncus. Mömin nəcis olmaz. Baxmayaraq dəstəmazı pozulsa da, ehtiyaclarını ödəsə də, böyük boyuna cənabət qüslu düşsə də və ya qadın heyz olsa da, nəcis olur, yox, əsla. Və müminin pak olmağı davamiyyətlidir. Ona görə bu ayələrin, bu hədislərin hökmündən çıxırlar, düşmürlər. Bu ayəyə aid deyirlər onlar. Çünki onlar pakdırlar daima. Ona görə demək ki, ancaq dəstəmaz almaqla toxunmaq olar. Rəy olaraq nədir? Zəifdir. Çünki belə olsa, onda bu ayəni ancaq kimə aid eləməliyik? Müşriklərə. Çünki müşriklər nəcisdir. Hissi olmasa da nəcisdir. Lakin mənəvi olaraq nəcisdirlər. Və əslində onların Qurana toxunması icazəli deyil. Çünki Peyğəmbər s.ə.v qadağan edib Quranla düşmən olan torpağa səfər etməyə. Quranla düşmən olan torpağa səfər etməyə. Niyə? Onların əlinə keçə bilər deyə. Ona toxuna, onu ilə istehza edə bilərlər deyə qadağan edilib. Və gəlib ayədə ki, innəməl müşrikunə nəcəs. Həqiqətən müşriklər nəcisdir. Və kim ki deyib ki, bu ləfz mücməldir, bəyan edilənə qədər ona əməl edilmir, onların üçün də hüccət yoxdur bu hədisdə, bu ayədə. Çünki dedi ki, mömin, müsəlman dəstəmazı pozulsa da, pozulmasa da pakdır. Ona görə bu ayələrin hökmünə girmir. Və deyənlərin ki, dəstəmaz alınmalıdır, sonra toxunmalıdır, əslində onların bunu vacib edəcək dəlilləri yoxdur. Bunu vacib edəcək dəlilləri yoxdur. Ona görə də bu rəy sahibləri, hansılar ki, deyirlər ki, dəstəmazsız toxunmaq icazəlidir. Onlar bəzi alimlərdir, Əbu Hənifə kimi, eləcə də İbn Həzm, həmçinin səhabə, İbn Abbas radiyallahu anhum, eləcə də sələflərdən bir neçə alim, həmçinin İbn Munzirin seçimidir bu.
Bu mövzu ilə əlaqədar bir faydaya toxunmaq, bir neçə faydaya toxunacağıq. Ən birinci fayda, Qurana toxunmadan onu oxumaq haqdadır. Dəstəmazı olmayan Qurana toxunmadan onu oxuya bilər, yoxsa yox. Və ya qüslü olmayan, məsələn, cənabət var boynunda və ya heyzli qadın Qurana toxunmadan Quranı oxuya bilər, yoxsa yox. Qurana toxunmaq ayrı məsələdir. Onda da ixtilaf var. Xüsusən də heyzli qadın əlcə ilə oxuya bilər, deyirlər ki, oxuya bilər. Əlcəsiz qadağan edənlər deyirlər ki, yox, toxuna bilməz. Amma toxunmadan, əzbərdən oxuya bilər, yoxsa yox. Deyirlər ki, alimlər eyib etməz, oxuya bilər. Deyirlər ki, eyib etməz, oxuya bilər. Alimlərin ixtilafı olsa, lakin ən mötəbər sözləri budur ki, oxuya bilər. Bu, Qurana toxunmaqdan daha asandır. Çünki Qurana toxunmadan əzbərdən oxuyur. Səbəb nədir icazə vermələrinin? Ən birinci ona görə ki, Peyğəmbər sallallahu aleyhi və səlləmlə bunu qadağan edən sabit heç bir hədis yoxdur. Sabit heç bir hədis yoxdur ki, qadağan edir ki, insan cənabətdə olsun, dəstəmazı olmayanda olsun, heyzli qadın, Quran oxuya bilməz, belə bir şey yoxdur. Amma o hədislər ki, hansı ki, dəlil kimi gətirib bəzi alimlər, onlar hamısı zəifdir. Məsələn, Abdullah ibn Amrın hədisi. Deyir ki, Peyğəmbər s.ə.v dedi ki, cünub və heyzli Qurandan heç nə oxumasın. Bu hədis zəifdir. Peyğəmbər s.ə.v-lə sabit deyil. Zəif nədir? Zəif yəni Peyğəmbər s.ə.v-lə sabit deyil. Həmçinin İbn Ravahanın radiyallahu anh hədisi. Deyir ki, Peyğəmbər s.ə.v qadağan elədi kiməsə bizdən, yəni bizdən birinə qadağan etdi Quranı oxumağı cünublu halda. Bu hədis zəifdir. Eləcə də Abdullah ibn Məlik deyir ki, dəstəmaz alsan, cünublu ikən dəstəmaz alsan, yeyərsən, içərsən, lakin namaz qılmayacaqsan və Quran oxumayacaqsan. Ta ki, qüsl alana qədər. Deyirlər ki, alimlər, bu hədis səhih deyil, sabit deyil Peyğəmbər sallallahu aleyhi və səlləmlə. Ona görə də heç bir hədis yoxdur ki, qadağan etsin insana Quranı əzbərdən oxumağını. Həmçinin sabitdir Ayşə radiyallahu anhadan. Deyir ki, kənə ənə Nəbi s.ə.v kənə yəzkurullah ələ kulli əhyəni. Peyğəmbər sallallahu aleyhi və səlləm Allahı hər bir halında zikr edirdi. Quran da zikirdir, Allahı zikr etməkdir. Quran da Allahı zikr etməkdir. Həmçinin gəlib ki, əmr edib sallallahu aleyhi və səlləm bayram günləri heyzli qadınları namazgaha çıxmağa. Əmr edib ki, heyzli qadınlar da namazgaha çıxsın, insanların arxasında dayansınlar, yəni namaza qatılmırdılar, lakin arxada dayanıb nə edirdilər? Təkbir edirdilər, bəli. Zikr edirdilər, dua edir, müsəlmanların duası ilə dua edirdilər, bəli. Ona görə də heyzli qadın zikr edirsə, təkbir edirsə, bu deməkdir ki, Quran da oxuya bilər. Və həmçinin gəlib Ayşə radiyallahu anhadan Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir ona həccə çıxanda, o vaxt ki, heyz olur. Deyir ki, ona if'əli mə yəfəlül həcc. Həcc edən nə edir? Sən də onu et. Qeyrə ən lə tatufə bil beyt. Sadəcə evi tavaf eləmə. Yəni, heyzli halda evi tavaf eləmə. Çünki heyzli qadın məsələ girə bilməz. Sözsüz ki, həcc edən Allahı zikr edir, dua edir, Quran oxuyur. Ona görə bu hədislər göstərir ki, Quran oxumaqda bir qadağa yoxdur. Yəni, əl toxunmadan, əzbərdən Quran oxumaqda bir qadağa yoxdur. Ona görə Şeyx İslam İbn Teymiyyə edir ki, bu Əbu Hənifənin məzhəbidir və məşhur rəydir İmam Şəfiidən, eləcə də İmam Əhməddən. Sonra müəllif yeni bir mövzuya keçir. Deyir ki, mə yustəhəbbu ləhul vudu. Dəstəmaz alınması müstəhəb olan əməllər. Hansı əməllər ki, onun üçün dəstəmaz almaq müstəhəbdir, yəni vacib deyil. Onun üçün dəstəmaz almaq müstəhəbdir, vacib deyil. Yəni, insan istəsə alar dəstəmaz, istəsə
Yox, ən birincisi deyir ki, Allah Taalanı zikr edəndə, insan əgər Allah Taalanı zikr etmək istəyirsə, müstəhəbdir ki, dəstəmazlı halda zikr etsin. Məsələn, Allah zikr edir, səhər axşam zikirləri və ya Quran oxumaq istəyir, o da zikirdir. Dəstəmaz almağı müstəhəbdir. Həmçində bəzi alimlər, o alimlər ki, Kəbəni tavaf etməkdə dəstəmazı şərt görmürlər. Deyirlər ki, Kəbəni tavaf etmək istəyirsə müstəhəbdir. Onun üçün Kəbəni tavaf edəndə nə etsin? Dəstəmaz alsın. Və nədir dəlilləri? Muhacir İbn Qunfudun hədisi radiyallahu anhunun. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə salam verdim. O dəstəmaz alırdı. Salamımı qaytarmadı. Elə ki, dəstəmazı bitirdi. Dedi ki, İnnəhu ləm yəmnəuni ən arudda aleyki illə ənni kərihdə ən qurullah illə alə tahir. Mənim sənə salamma, yəni cavab verməyimə mani olan səbəblərdən biri bu idi ki, mən Allah Taalanı pak olmadan zikr etmək istəmədim. Pak olmadan zikr etmək istəmədim. Və dedi ki, bu əməl müstəhəbdir, vacib deyil. Nə üçün vacib deyil? Çünki gəlib ki, Peyğəmbər s.ə.v dəstəmazsız da zikr edib. Ayşə radiyallahu anhənin hədisi bundan əvvəlki nə deyir? Deyir, Peyğəmbər s.ə.v Allah Taalanı hər bir halında zikr edirdi. Həm dəstəmazlı, həm dəstəmazsız. Həmçinin müstəhəbdir dəstəmaz almaq insan yatmaq istədikdə. İnsan yatağına girmək istədikdə müstəhəbdir ki, dəstəmaz alsın. Bəra ibn Əzib deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, yatağına girməmişdən və ya yatağına girmək istədikdə namaz üçün dəstəmaz aldığın kimi dəstəmaz al. Sonra yatağına gir, sağ tərəfi üstündə yat. Və sonra de ki, Allahümmə əsləmtü nəfsi ileyk. Allahım nəfsimi sənə həvalə etdim, o zikri söylə. Bu göstərir ki, insan yatmamışdan qabaq dəstəmazlı yatmağı nədir? Müstəhəbdir, vacib deyil. Həmçinin müstəhəbdir dəstəmaz almaq kimə? Cunub olan insan əgər yemək istəsə və ya su içmək istəsə, boyuna qüsul düşmüş insan yemək istəyir və ya su içmək istəyir və yaxud da qadını ilə yaxınlıq edib təkrarlamaq istəyirsə, dəstəmaz almağı yenidən, yəni qüsul almamış, müstəhəbdir. Əbu Said el-Xudri deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, sizdən biriniz ailəsi ilə yaxınlıq etsək, təkrarlamaq istəsə, dəstəmaz alsın. Dəstəmaz alsın. Yəni, necə namaz üçün dəstəmaz alır? O cür. Yəni, qüsul almadan. Və gəlib Ayşə radiyallahu anhədən deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm cunub ikən, yəni boyuna qüsul düşdükdə, yemək istəsə və ya yatmaq istədikdə namaza dəstəmaz aldığı kimi dəstəmaz alardı. Namaza dəstəmaz aldığı kimi dəstəmaz alardı. Həmçinin dəstəmaz müstəhəbdir nə vaxt? Qüsuldan qabaq. İnsan qüsul alır. Qüsuldan qabaq dəstəmaz almağı müstəhəbdir. Deyir ki, Ayşə radiyallahu anhə, Peyğəmbər sallallahu aleyhi və səlləm cənabətdən qüsul alarkən başlayırdı əlindən, yəni birinci əllərini yuyurdu. Sağ əli ilə sol əlinə su tökürdü, yəni əllərini yuyurdu. Sonra namaza dəstəmaz aldığı kimi dəstəmaz alırdı. Yəni qüsuldan qabaq dəstəmaz alırdı. Həmçinin müstəhəbdir odda bişmiş yeməkdən sonra dəstəmaz almaq. Yəni, odda, qazda fərq eləmir. Alovun üzərində bişmiş yeməkdən sonra dəstəmaz almaq müstəhəbdir. Və əvvəldə hökmü vacib olub. Sonra nəsx olub, hökmü nə olub? Müstəhəb olub. Necə ki, gəlib Peyğəmbər sallallahu aleyhi və səlləm deyirdi ki, təvaddəu mimmə məssətinnar. Od nəyə dəyibsə ondan dəstəmaz alın. Bu göstərir ki, bu əmr idi, vacib idi əvvəldə. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm onun hökmünü nəsx edib, nə ilə? Əməli ilə. Necə ki, Amr ibn Umeyyə Əd-Damri radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmi gördüm ki, quzunun qolunu kəsir əlindəki bıçaqla və yeyir ondan. Və namaza çağırıldı, yəni azan oldu. Namaza çağırıldı, yəni azan oldu. Əlindəki bıçağı atdı və qalxdı namaza dəstəmaz almadı. Əlindəki bıçağı atdı, qalxdı
namaza dəstəmaz almadı. Baxmayaraq, yəni o yeməyi bişmişdi odda. Bu göstərir ki, hökmü nədir? Müstəhəbdir, vacib deyil. Həmçinin müstəhəbdir hər namaz üçün dəstəmaz almaq. Yəni, dəstəmazın olsa belə, dəstəmazı təzələməyi müstəhəbdir, vacib deyil. Burayda radiyallahu anhudur ki, Peyğəmbər s.ə.v hər namaza dəstəmaz alırdı. Hər namaza dəstəmaz alırdı. Fəth günü, deyir ki, Məkkənin fəthi günü dəstəmaz aldı və xoflarına məhz etdi və bir dəstəmazla bütün namazları qıldırdı. Bütün namazları qıldırdı. Həmçinin müstəhəbdir dəstəmaz almaq hər dəfə dəstəmazın pozulduqda. Namazın vaxtı olsa, olmasa da. Ne üçün? Çünki fəzilətdir. Gəlib Bilal radiyallahu anhudan deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm mənə dedi ki, sənin ayaq səsləri cənnətdə önümdə eşitdim. Yəni, səbəbini soruşur. Deyir ki, bir mən səbəqtəni ilə, mən nə ilə qabaqladım? Yəni, cənnətdə. Deyir ki, ya Rasulallah, mə əznəbtu qat illə salleyt. Günah etdiyim elə bir vaxt olmayıb ki, 2 rükət namaz qılmayayım. Yəni, nəsə günah edəndə, yəni, ondan sonra 2 rükət namaz qılmışam. Və lə əsabəni hədəthun qat illə təvəddə'tu indəhu. Və dəstəmazın pozulduğu elə bir vaxt olmayıb ki, ondan sonra dəstəmaz almayayım. Dəstəmazın pozulduqda dəstəmaz almışam. Və deyir ki, s.ə.v lihədə, buna görə. Buna görə, yəni məni qabaqlamısan. Həmçinin müstəhəbdir dəstəmaz almaq sonuncu, hansı ki, müəllif gətirib. İnsan qusduqdan sonra dəstəmaz alması müstəhəbdir. Baxmayaraq qusmaq dəstəmazı pozmur. Mə'dən İbn Əbi Talhə, Əbu Dərdə radiyallahu anhudan rəvayət edir, deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qustu. Orucunu açdı, dəstəmaz aldı. Və sonra deyir ki, Fəvbəni məsciddə qabaqladım. Yəni, çatdım ona, Dəməşq məscidlərinin birində. Bu hədisi ona danışdım. Bu hədisi ravi deyir ki, bu hədisi danışdım. Hansı ki, Əbu Dərdədən eşidib. Mə'dən Əbi Talhə deyir ki, Fəvbəni məsciddə tapdım, Dəməşqin məscidi. Bu hədisi ona danışdım. Dedi ki, sadaq, doğru deyir. Ənə səbəbtü ləhul vudu. Mən ona su tökmüşəm, dəstəmaz alsın deyə. Yəni, Peyğəmbər s.ə.və o hadisədə dəstəmaz suyunu tökən mən idim. Allah da bizə eşidib faydalardan etsin. Gələn dərsdə də ayaqlara məhz haqqda olan fəsilə toxunacaq müəllif. Allah da bizi müvəffəq etsin, təharət kitabını bitirək. Bizə eşidib faydalardan etsin. Əqulu mə təsməun və əstəğfirullah li və ləkum və lisəirəl muslimin kulli zəm fəstəğfiruhu innəhu vəl-ğafurur rahim.